Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 10 nömrəli tam orta məktəbdə hazırda 2079 şagird təhsil alır. Bu barədə məktəbin direktoru Fəxri Hüseynova məlumat verib. Onun sözlərinə görə, məktəbdə tədrisin keyfiyyətli təşkili, uşaqların bilik və bacarıqlarının inkişafı, həmçinin onların düzgün tərbiyə olunması üçün bütün şərait yaradılıb. Şagirdlərin təhsil və tərbiyəsi ilə 107 nəfər pedaqoji heyət məşğul olur. Direktor bildirib ki, müəllim kollektivi daim şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, fənlərə marağın artırılması, eyni zamanda məktəb həyatında müxtəlif tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Məktəbdə həmçinin valideynlərlə sıx əməkdaşlıq edilir, uşaqların gələcək inkişafı üçün müxtəlif layihələr icra olunur. Qeyd edək ki, Xırdalan şəhəri sürətlə inkişaf edən ərazilərdən biri olduğundan, təhsil müəssisələrində də şagirdlərin sayı ildən ilə artır. Məktəb rəhbərliyi isə bu artıma uyğun şəkildə tədrisin səmərəli təşkili üçün tədbirlər görür. Elvin Qudratov, Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bugün informasiya proqramı üçün.